Rəqsanə İsmailova haqqında danışmaq istəyirəm. Demək, Rəqsanə İsmailova azadlıqdan məhrum olunandan sonra verilişlərdə, efirlərdə, xəbər saytlarında bəzi müğənnilər çox sözlər danışır, olar olmaz ifadələr işlədir. Belə deyim ki, əgər bu siz danışdığınız sözlər həqiqəti əks etdirirsə, Rəqsanə İsmailova azadlıqda olarkən bunu bildirərdiniz və əminəm ki, cavabınızı alacaqdınız. Yəni onun azadlıqda olmadığına istifadə edib bu cür sözlər heç düzgün deyil. Bu bir qırağa bəzi insanlar var, yəni qulağıma da gəlib çatır, eşidirəm də. Yəni belə deyim, qulaq şahidi olurlar mən çox. Bəzi insanlar bu kütlənin əksəriyyətini əks etdirmir. Yəni çox cüzi bir miqdardadır, yəni belə deyim də. Biraz kinayə ilə yanaşırlar, kinayəli gülüşlərlə onun həbsi barədə nəsə danışırlar falan filan. Rəqsanə İsmailova karantin müddəti, yəni koronavirus olan karantin müddətində 2020-ci ildə, sonra müharibə vaxtı və ondan da əlavə müəyyən Ramazan aylarında falan, bayramlarında da yəni bir çox ailəyə, bir çox Azərbaycanlıya dəstək olub. Çox dəstək olub hətta, yəni bəzi dəstəkləri mediaya yansıyıb, bəzi dəstəklərin ümumiyyətlə çəkiliş falan heç bir şey olmayıb. Şəxsən əksəriyyətin şahidi özüm olmuşam. Yəni belə. Hətta belə bir şey bölüşmək istəyirəm. Bir dəfə şəhid oğlunun kiçik toyuydu. Mənlə əlaqə saxladı, Rəqsanə İsmailovanı istəyirlər yarım saat ifa etsin. Çünki şəhidin ən fanatı olduğu, belə deyim, müğənni Rəqsanə İsmailova imiş. Bu ailə çox kasıb ailə idi. Yəni borc xərc tapıb bizi toya dəvət edirdilər. Danışdıq, razılaşdıq, behləşdik hətta. Amma yenə də vurğulayım ki, yəni mən axırda sonda bilmişəm ki, şəhid övladının toyudur bu. Yəni ondan nə özləri demişdi, nə bildirmişdilər bu haqda. Yəni belə. Ondan bir müddət sonra toya harca 3-4 gün qalmış, yenidən əlaqə saxladılar və mən bizim saat neçədə çıxış olacağımızı soruşdum. Onlar şəhidin sujeti gedəndən sonra Rəqsanə İsmailovanın çıxış olacağını bildirdi. Şəhid sujeti gedəndən sonra ki, nə deməkdir falan filan, bu tip suallar verdim ki, yəni nəyə görə biz ora dəvət olunmuşuq, yəni bunların hamısını açıqladılar bizə. Rəqsanə İsmailovaya bildirəndə Rəqsanə İsmailova artıq biz aldığımız behi geri qaytarmağımı istədi və o beh geri qaytarıldı. Rəqsanə İsmailova 1 saat, yəni digər məclisləri də vardı, 1 saat vaxt tapdı, 1 saat həmin məclisdə tam təmənnasız şəkildə iştirak etdi və həmin məclisə nəmər belə yazdırdı. Yəni belə deyim, bəzi şeylər var, yansıtmırıq biz mediaya, elə bilirlər ki, yəni mediada olan kimidir hər şey, xeyr. Elə şeylər var ki, medianın ümumiyyətlə xəbəri yoxdur. Bunu prodüser, bunu köməkçi, bunu SMM, bunu videoqraf, şəxsən komanda bilir. Komandadan başqa heç kəs bilmir. Yəni, bəzi şeylər danışanda onu demək istəyirəm ki, biraz araşdıraq, eləyək. Yəni, şayələr yayılır, mənasız şayələr, yəni. Mən heç araşdırmam. Hətta bəzi müğənnilər, bəzi aparıcılar var ki, onlara heç bir araşdırmıram ki, yəni, bu cür sözlər danışır, bu cür ifadələr işlədir. Rəqsanə İsmailova mənə yalvarırdı falan ki, səhnəyə çıxın, bu çox mənasızdır da, yəni niyə özü azadlıqda olarkən siz bu ifadəni işlətmirsiniz, mən hələ anlayamıram. Tamam, okey, siz dediyiniz düzdür, mən sizlə razılaşıram, olsun belə, amma ki belədirsə siz ya bunu açıqlamalı deyilsiniz, çünki bir xanım haqqında danışırsınız, o cür ifadələr işlətməli deyilsiniz, ya da ki düzdürsə, yəni gözlüyün yenidən azadlığa çıxır, yenidən deyərsiniz. Və yaxud da ki, niyə azadlıqda olanda siz bu kəlmələri işlətmirdiniz? Həyat çox fanidir.